Salam değerli əziz izləyicilərimiz. Bugünləri Binə qəsəbəsində mərkəzə yaxın değerli dostlar 146 nömrəli avtobusdan evin arası 50 metr məsafədə olan siz üçün tam asfalt məhəllənin üstündə gördüğünüz kimi asfaltın üstündə 2 mərtəbəli 5 otaqlı beton monolitli bir evin təqdimatını aparacağım. Evimiz Ümid Uşaq evinin yaxınlığındadır. 3 sot yarımdadır, paket kupçadır değerli dostlar. Qiyməti şok endirim edibdir. Yani sizin için videonun sonunda deyəcəm bu ev neçə ilə çıxmışdı və bugünkündə neçə ilə deyilir. 3 sot yarımda 2 mərtəbəli 5 otaqlı evdir. Evimiz çox gözəl, sağlam tikilmiş bir evdir. Bir növrəsi beton, kəmərinə kimi paket kupçadır. İpotekaya yararlıdır. Evimizin etrafına rahatçılıkla fırlamaq olur. Biz sizin için etraflı göstereceğim. Gördüğünüz kimi evimizin arkasıdır. Üzülü sayasız. Lavalçanın turbalarına kimi hamısı atılıbdır değerli dostlar. Değerli izleyicilerimiz, evimiz 3 sot yarımdadır. 3 sot yarımdadır. İnşallah keçirik evin içərisini tanış edeyim. Bu birinci mərtəbənin eyvanıdır, balkonudur. Keçirik evə. Girişdə belə bir geniş koridorumuzdur, istipoldur. Burada sol tərəfdə mətbəxdir. Mətbəximiz də istipoldur değerli dostlar. Şəbəkə pəncərədir. Televizor kabelinə kimi qoyulubdur mətbəxdə. Burada bizim belə bir qonaq otağıdır. Değerli dostlar, qonaq otağımız çox genişdir qəşəng. 4 metrin 7'ye de neçədir. Genişdir. Şəbəkə pəncərədir. Keçən aşağı mərtəbənin yataq otağıdır. Yataq otağımız da 4'ün 4'ədir. Çox qəşəng genişdir. Bu birinci mərtəbənin sanitə və sanitə qovşağı asma tavandır. Aksesuarlar da qoyulur değerli dostlar. Qalxağın ikinci mərtəbəyə. Tam ətraflı sizin üçün çəkirəm. İkinci mərtəbədə 3 dənə yataq otağıdır. Belə bir geniş holu var. Həqiqətən də çox qəşəng genişdir. Ürək açan evdir değerli dostlar. Buna bizim yuxarıdakı sanitə və sanitə qovşağıdır, asma tavan. Və burada bir yataq otağıdır. Çox qəşəng geniş kvadratlı olan evdir. Bu ikinci yataq otağıdır. Və burada üçüncü yataq otağıdır. Değerli dostlar, buradan da ikinci mərtəbədən balkona çıxışdır. Ətrafı çox gözəl, səliqəli evdir. Değerli dostlar, evimiz ilk olarak çıxış satışı bazar qiyməti 170 manata, üzülü sayı 170 binə deyilirdi. Bugünkündə evin qiyməti düşüb endirilibdir 158 bin manata. Çox təcili satılır. Real alıcının inşallah gəldizlər yenə də danışıb razılaşma olar. Tələsin dostlar, 170 bindən bugünkündə endirilib 158 bin manata oldu. Allah alanında satanda xeyir versin. Sağ olun, var olun.